derdim var, ne bir gemim. Atlanıp ömrümün kızıl baharı. Beni saadete siz apardınız. Am mektep yolları, am mektep yolları. Sen asistantını gözleyen am. İndi isə çıxış edir Aslanova Zibeydə son zəng şeiri ilə. Dayanın, çalmayın sonuncu zəngi. Yoxsa ürəyimə toxunacaqdır. Bir zaman gəl deyən o doğma səsdə bir hicran nəğməsi oxunacaqdır. Zəng çalan əlini nə olar saxla, bu şagird ömrünü uzat bir anda. Bu məktəb, bu bina, bax bu divarlar mənim olmayacaq zəng bulanda. Ürəyim titrəyir yad elədikcə, məktəbə gəldiyim o ilk çağımı, de burada nə cür qoyum gedim mən, kürəyi çantalı uşaqlığımı. Dayanır cərgə ilə müəllimlərim, baxırlar üzümə sözüm var kimi. Bu doğma mehriban baxışlara əlvida deməyə dilim gəlməyir. Lövhəyə çağırsın məni müəllim, bir misal versin ki asan olmasın. 3 saat çalışıb həll edim onu, tək arzum budur, zəng. Hələ bir gündən ayrı düşəcək, neçə yaxın dostum, könül sirdaşım. O sarı köynəkli, gülər üz qız da daha olmayacaq, sinif yoldaşlarım. İndi isə gəlin qəşəng mahnısını Niyazov Nurxandan və Abdullayev və Anardan dinləyək. Salamatdan sən ey məktəb, almasaq da əla qiymət. Yata qoyduq yaxşı hörmət, qəşəng. Qızlar çoxu evlənəcək, oğlanlar əsgər gedəcək. Hərə bir yana səfərlənəcək, qəşəng. Əlliləri son zəng istəyir, qısqırsan onlar istəyir. Alan geri bankrot eyləyir, qəşəng. Bu dərsdən adam qocalar, indidən əsir ayaqlar. İmtihanda cumub aşaqlar, qəşəng. Akşamlarından soruşmuşuq, atestansı danışmışıq. Bir qonaqlığa barışmışıq, qəşəng. Sağ olun, eşk olsun. Çıxış edirlər Aysel və Tehran. Yerini dinləmək. Özü yaxın. Məktəb nə olduğunu bilmədiyim vaxt, körpə uşaqkən mən ağlayırdım. Nabələd yolçu tək yol qırağında gələcək illəri soraqlayırdım. Elə ki gün keçdi, dolandı aylar. Yeni dostlar tapdım, ünvanlar tapdım. Mən öz ürəyimin bir güşəsində dünyaya dəyəsi insanlar tapdım. Böyüdükcə dərslər çətinləşirdi. Çətin görünürdü həyatın yolu. Çox zaman fikirli dururam, niyə bu həyat bu qədər keçilməz olub? Müəllimlərim məndən razı da
da qalsa, mən razı qalmırdım özümdən. Bəlkə də buna görə bu dünya indi qaçır ürəyimdən, düşür gözümdən. Çıxış edirlər Aysel və Tehran. Ötən acı xatirələr şeirini ifa edir Nəbiyeva Arzu. Ömür keçir bir su kimi, gönlümdəsən arzu kimi. Hər
acı xatirələr, ötən acı xatirələr. Çıxış edir Kazımov Ceyhun Allahverdiyev Nicat. Müəllim, mən bir mahnı oxumaq istəyirəm, icazə varmı? Nə mənasında var o ilə? Müəllim, mən bir xalq mahnı oxumaq istəyirəm. Necə ki, göydə ulduzlar oxur, mən də elə. Sən eləsən, göydəki ulduzlar burada olar. Müəllim, oxuyanlar deyir, göydə ulduz çoxdur, yerdəkilər az deyil. Mən də istəyirəm göydəki ulduzlardan olum. Sən başa düşürsən, bir oxu səsinin qulaq asar. Mahnının adı qazdır. Necə qazdır? Yumurtadan qaz çıxır, bir dara çıxır. Ay ki, nə qazda baxa? Öyle gedirəm qaz, bazara gedirəm qaz, bura gəlirəm qaz. Nə qazda? Səsin zaten yoxdur, sənin çıx cəhənnəm o buradan. Tez ol. Ən populyar mahnı mənim. Tez ol, rədd ol, buradan səsin zaten yoxdur. Dədəm dedi ki, kim 100.000 dollar verirsə, onu pulla ödəyəcəm. Dədəm rızad. Ay qadan alaram sənin. Ay bunu sabahdan niyə demirsən? Ay dədənin adı nə idi? Cümşüd. Ay Cümşüdlə mən əsgərlikdə bir yerdə olmuşum. Mən birində onu ölümdən xilas eləmişim. Sən Allah'ım. Dədəm olsun. Onu belə itələdim, ömrünü xilas elədim. Dədəm olsun. Müəllim, indi mən nə varım? Mən ulduz elmə fikrin varmı? Səni ulduz yapacağım. Səni belə şəklini millət başının üstündə gəzdirəcək. Ta ki sən puldan çox olsun. Oldu mu? Dədəmin pulu bir ambardı. Əbərimin puluna qurban. Səni elə öyrədəcəm ayrı cürə. Mən dediklərimin hamısı təkrar elə. Oldu mu? Oldu müəllim. Hazırıq. Alo. Küçələrə su sərmişəm. Yar gələn yol toz olmayaydı. Adə tərsinə getdi. Bilirəm zaldacaq. Qatıqladın dajım. Qatıqdan aram zaldarır. Qatıqdan aram zaldarır. Ayrandan pendir olmaz. Ama ayası çok tükendi pendir olan ayran da. Aya dur başa düş. Bilirsən nə var? Sən mənim bu boyda adamda pazar elərin, səni görüm pazar ol, itir buradan. Ayırdı bizi bizden.
büyük dərslərdən biri də məndə. Son zəng çalma, ürəyimizi yakma, məni dostlardan ayırma. Son zəng çalma, ürəyimizi yakma, məni dostlardan ayırma. Son günkü seni bir çatırdır başa, uşaqlar baxır gözümüzdəki yaşa. Yəqin ki hamı məni düşür başa, son zəng çaldı ayırdı bizi bizdən. Oynayın canlar bir çatırdır başa, uşaqlar baxır gözümüzdəki yaşa. Yəqin ki hamı məni düşür başa, son zəng çaldı ayırdı bizi bizdən. Son zəng çaldı ayırdı bizi bizdən. Çok sağ olun, var olun, Ertuğrul Emre'de var olsun. İndi isə Kazımov Ceyhunun yazmış olduğu Son Zəng mahnısını Qiyas Sofiyevdən dinləyək. Doymamışam illerden, bellimlerden, derslerimden. Doymamışam illerden, bellimlerden, derslerimden. Son zeng çalındı birden, bellimlerim. Son zeng çalındı birden, bellimlerim. Son zeng günü ağladım, Allah'ıma yalvardım. Son zeng günü ağladım, Allah'ıma yalvardım. Ayırmasın beni sizden, bellimlerim. Ayırmasın beni sizden, bellimlerim. Dayan dayan dedim dayan, son zenge olmasın aman. Dayan dayan dedim dayan, son zenge olmasın aman. Darılmışam yine yaman, bellimlerim. Darılmışam yine yaman, bellimlerim. Son zeng günü ağladım, Allah'ıma yalvardım. Son zeng günü ağladım, Allah'ıma yalvardım. Ayırmasın beni sizden, bellimlerim. Ayırmasın beni sizden, bellimlerim. Ayırmasın beni sizden, bellimlerim.
Çox sağ olun. Çıxış edirlər Abdullayev Ana və Nəbiyev Rasif. Alo. Bana məktubunu getirmişsən. Baba, bu direktor məni məktəbdən çıxartdı və dedi valideynlərini gəl, elə biz məktəb olur. Niyə? Baba, direktorun pəncərəsini qırdım otağının. Direktorun pəncərəsini qırdın, yoxsa otağın? Otağın. Elə dedən, hə? Onlar nədir? Baba, Əşrəf Əli. Nədir? Əşrəf Əli. Onu görməsən, ver görüm nömrəsini. Baba, özü gəlsin deyir valideynlərinə. Gedəcəm onun yanına mən. Nömrəsini bilirsən? Uşaqlarda var baba, deyən şey indi alıram. Al görüm. Baba, nömrəsini aldım. 5-5-5-5-5 deyir. Oy, bu nədir? Prezidentə zəng edirik biz. Müəllim, baba, bizim direktorumuz belə Platnoydu. Platnoydu. Mən özü X5-də gəzir. Oy, heç görməmişim onu mən, oyarla. Baba, gedək, mən də sinifimə yazdırım. Gedək görüm. Xoş gəlirsiniz. Sağ ol. Mənim nənəm niyə məktəbdən çıxarsın belə? Siz bunu nə istəyirsiniz ki? Babasıyam. Babası olduğunuza görə bu otağın pəncərəsini sındırıb. Dedim valideynlərini gəl, həm də ödəklə pəncəriyi. Sındırıb elə yaxşı eləyir. Sındırar da. Başqa uşaqlar sındıranda yaxşıdır. Bu sındırır, valideyni çağırırsan. Mən burada problem yaratmıram, bağışlayın. Sadəcə olaraq pəncəri ödəsin və girsin sinifinə oxusun təzən. Pəncənizi döndürdü, get ot görmə. Özüm cavabını verəcəm. Oldu baba, sağ ol. Hələlik bu qədər. Sağ ol. Oy, nə versin? Alo, ay Məsmə. Bir saat sənə zəngini məhdəm örmüşəm. Bu yesini bilmirəm, harada qalıb deyil. Qırmızıyı bas da. O ki, qırmızıyı basıram, danışıb səs gəldi. Səs gələr, qırmızıyı basanda priyamı nokta düşürsən. O yanına. Başa saldan mən başım çıxır bu texnologiyada. Səni başa salacam mənə burada. Burada yox. Burada görün. O mənə zat lazımdır, traktorun təkərindən daçı qoymağa. Gecə olana mənə işim var. Orada neçə verirlər? Mən orada kisəmdə pul olmalı, get gəldim. Sənin o kisəndə nə deyim? İçində 40 qəpiti var. Oy. Özünü maymun yerinə qoyma. Əziz və hörmətli qonaqlar, bizlər verilişimizin sonuna yaxınlaşırıq. Mən istəyirəm bir tuşla o yerimizə keçək, amma sənsiz ha. Səssiz şey olar. Sağ olun, Sağ olun. eşq olsun. İndi isə son olaraq Rasim Aliyevdən bir ifadə edin.